大家好, hər kəsə salam. Bugün mən sizlərə istəyirəm ki, bir qrammatikasından danışım. Çünki kanalda, mən YouTube kanalımda fonetikadan başladım, tonlarla irəlilədim. Yəni fonetikanı tamamilə bitirdim izahını və düşünürəm ki, sözlərin izahına zaten ehtiyac yoxdur. Sözlərin siyahısı var, kitab var. Yəni bunlarla sözləri özünüz öyrənə bilərsiniz. Amma qrammatikalara ehtiyac var izahına. Çünki qrammatikaları kitabda da, hər yerdə də ingiliscə və yaxud da rusca izah eləyir. Rusca da var mənbələr və tələbələrdə özü öyrənən tələbələrdə xüsusən qrammatika problemləri başlayır lap əvvəldən. Və bu belə deyim də sonrakı səviyyələrdə zaten özü öyrənən tələbələr ilk 3 səviyyəni öyrənirlər və 4-cü səviyyədən artıq müəllim axtarmağa başlar. Çünki təkrar eləmək çox çətin olur, amma ilk 3 səviyyəni rahatlıqla özün irəliləyə bilərsən. İlk 3 səviyyəni özün irəliləyəndə adətən ortaya çıxan problemlər 1 tələffüz, bunu demişdim. Bu problem çox ciddi ortalığa çıxır. Hətta çox az tələbədə bu problemi ötəsindən rahatlıqla gələ bilirəm sonradan. Çünki bünövrə qoyulanda çox çətindir o belə. Bilirsiniz, bir var ki, məsələn, qəşəng bünövrə ilə qurasan bir evi. Bir də var ki, bünövrədə bir problem var və sən gərək təzədən sökəsən, təzədən yığasan, o aləm dəyər bir-birinə. Ona görə başlayan tələbələr zəhmət olmasa fonetika ilə başlayın. Yəni özünüzə o pisliyi eləməyin, sonradan yazacağınız müəllimə də o pisliyi eləməyin. İndi gəlinəcək ki, bir qrammatikalarla irəliləyək. Sözləri yendirib üstünə mən keçməyəcəm. Əgər istək olarsa, oxuyub tərcümələrini deyə bilərəm, amma düşünürəm ki, zaten Azərbaycan dilində siyahılar var və oradan öyrənmək mümkündür və buna əlavə bir vaxt xərcləmək vaxt itkisi kimi gəlir, amma yenə də tələb olarsa bunu da eləyə bilərəm. Deməli, birinci bu gün bizdə cümlə strukturudur. Qrammatika, cümlə strukturu olacaq. Çin dilinin cümlə strukturu və Azərbaycan dilinin cümlə strukturunu müqayisə eləyəcəyik. Azərbaycan cümlə strukturunda biz xəbəri, xəbər bəzən tələbələrdə problem çıxır, xəbəri bilmirlər. Yəni xəbər cümlədə hərəkəti bildirən sözdür. Bəzi cümlələrdə isə ismi xəbər də olur. Nəsə, ilk olaraq hərəkəti bildirən söz kimi götürək. Deməli, Azərbaycan dilində mən gəlirəm, mən sizin evinizə gəlirəm. Gəlirəm, yəni cümlənin xəbəri hər zaman bizdə sondadır, doğrudurmu? Amma Çin dilində xəbərin, hərəkətin yeri birbaşa subyektin sonrasıdır. Yəni cümlənin tamamlığı, yəni onun sonrasındakı olan nəyi, necə deməyək, nəyi, hara, nə tamamlıq. Harada, haradan, haraya və s. bunların hamısı feildən sonra gəlir. Məsələn, eyni bir cümləni mən deyəcəm, Çincə mən deyirəm ki, mən aldım kitab. 我买了书. Şu getdi düşdü axıra. Eyni şəkildə mən deyə bilərəm ki, sən nə almaq istəyirsən? İstəyirsən sonda, düzdürmü? Çincə isə deyəcəyik, 你想买什么? Yenə 什么, nə axıra düşdü. Nəyidir çünki o və tamamlıqdır. Cümlə strukturunda ilk bilməli olduğumuz budur. Yəni tələbə gəlib deyəndə wo, şu, məy artıq cümlənin strukturunu çox pis pozmuş olur o. Ona görə bu ilkin səviyyədə diqqət etməli olduğumuz birinci məqamdır. İkinci bir məqam, biz zaman, necəlik bildirən söz hər ikinin, yəni mübtədanın necəliyini, sifət təyin bildirir, xəbərin necəliyini zərflik bildirir, doğrudurmu? Yəni hər ikisinin də necəlik bildirən sözləri onların özünün qarşısında gəlir. Məsələn, gözəl qız kitab aldı. Bu kitab aldı cümlənin gəlin gözəl qız deyək. 漂亮的女孩子买了一本书. 漂亮的女孩子买了一本书. Yəni漂亮的女孩子, 漂亮女孩子qabağına getdi. Çünki sifətdir. Eyni zamanda zərflər də feilin qarşısında olur. Məsələn deyəcəm ki, 你早一点来. 你早一点来. Sən biraz tez gəl. Burada artıq zərfi tanımladıq. Yəni feili zərfin köməyi ilə tanımladıq və feilə aid olduğu sözdür ki, sən biraz tez gəl. Bu feilə aid olduğu üçün biz onu feilin qarşısına qoyduq. Deməli, biz cümlədə bütün cümlə üzvlərinin yerindən danışdıq. Deməli, birinci cümlədə mübtəda gələcək. Mübtədanın qabağında isə əgər onun necəliyini bildirən söz varsa, yəni təyin varsa orada gələcək. Məsələn, mən deyirəm ki, cümləni dəyişək. Deyək ki,
Biraz cümlə məntiqində problem ola bilər, çünki istəyirəm istifadə eləyim hamısını. Deyək ki, bu bahalı ev onun tərəfindən satıldı. Burada artıq başqa qrammatika da girəmə heç nə olmaz. Bahalı evdən gələn baxaq. Deyək ki, 贵的这家贵的房子被他卖贵的房子贵房子qabağındadır. Okay, gəlin indi baxaq feilin yerinə. Bayaq da dediyimiz kimi, məsələn mən nə almayım, gəlin mən bu dəfə satım 1 kilo almanı. 我卖了我dan sonra 卖了1公斤və yaxud da 2斤苹果. May yeri birbaşa oldu. Nədən sonra? Vo'dan sonra. İndi zərfin yerinə baxırıq. Bir dənə şey sonda vurğulayacağam. Deyək ki, zaman zərfini bu dəfə götürürəm. O bugün gecikdi. 他今天迟到了. Yəni 今天oldu feilin qarşısında. Bir dənə xırda bir məqam. Biz zaman zərflərini cümlənin ən sonunda gətirə bilərik. Yəni cümlənin subyektin qarşısına da qoya bilərik. Mübtədanın qarşısına. 今天我迟到了deyə bilərik. 今天他迟到了da deyə bilərik. Yəni 今天qabağa ata bilirəm. Hər bir formada 今天-i qabağa ata bilirəm, amma feilin qarşısında da deyə bilirəm. Ən son qaldı tamamlığımız, yəni obyekti cümlənin nəyi, harada, necə və yaxud da bax bu suallara cavab verən sözü biz atırıq cümlənin ən sonuna. Deyirəm ki, məsələn, mən onu gördüm. Onu. 我见了他，我看见了他，他onudur və cümlənin sonuna düşür. Bu da tamamlığın yeri. Əgər bu videodan sonra bir sual yaranarsa, hər hansı bir cümlə üzrə, hər hansı bir cümlənin tərcüməsində, bunlar mən sözsüz ki, verdiyim cümlələr çox sadə cümlələr idi. Heç ki 1-2 səviyyəsində idi. Əgər bunlardan suallar yaranarsa, mənimlə rahatlıqla əlaqə saxlaya bilərsiniz. YouTube üzərindən, Instagram üzərindən əlaqə saxlaya bilərsiniz və suallarınızı yönləndirə bilərsiniz. Daha çox istəyirəm suallarınızı rəylər hissəsində bildirəsiniz. Çünki YouTube aktiv tutmaqda hal-hazırda mənim istəklərimdən biridir. Rəylər üzərindən suallarınızı versəniz cavablandırmağa hazıram. Mənlə şəxsən də əlaqə saxlaya bilərsiniz. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Növbəti videolarda da görüşərik.